müəllimlər və dəyərli tədbir iştirakçıları. Sizləri ürəkdən salamlayır, hər birinizə xoş gəlmisiniz deyirik. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın milli mədəni irsinin, mədəniyyətinin, ədəbiyyat və incəsənətinin beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rol adlı tədbirimizi açıq elan edirik. İndi isə söz verilir məktəbimizin direktoru Aydı xanım. Əziz qonaqlar, hörmətli valideynlər. Bugün bizim bu möhtərəm məclisimizdə hörmətli qonaqlarımız iştirak edir. Mən bu tədbirimizlə əlaqədar olaraq çox danışmaq istəmirəm. Çünki Mehriban xanımın böyük fəaliyyəti haqqında bizim məktəbin şagirdləri geniş danışacaqlar. Bundan öncə istəyərdim sizlərə bizim möhtərəm qonaqlarımızı təqdim edeyim. Çünki qonaqlarımızın da bizə deyiləsi sözləri vardır. İlk öncə sizi təqdim eləmək istəyirəm. Bakı Şəhər Özü Təhsil İdarəsinin müdiri Məbəd xanım Vəliyeva. Xətai rayonu İcra Hakimiyyətinin başçısının müavini Jalə xanım. Millət vəkilləri, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseyin Bala müəllim Mirəlim. Millət vəkili, bizim məktəbimizin valideyni Elman Nəsirov. Bakı şəhəri Xətai Suraxanı Behtət Kabinetin müdiri Firdus müəllim. Xətai rayonu İcra Hakimiyyətinin məsul işçisi Tofiq müəllim. Və mən sizə bir adamı da təqdim etmək istəyirəm, bir insanı, gözəl bir insanı. Bizim bu tədbirdə böyük əməyi olan Musiqi Akademiyasının müəllimi Ramiz müəllimə. İlk öncə sözü Məbəd xanım sizə veririk. Hörmətli tədbir iştirakçıları, çox əziz uşaqlar, hörmətli qonaqlar, hamımızı xoş gördük. Mən belə düşünürdüm ki, tədbirin sonunda danışmaq imkanımız olacaq. Eyni zamanda tədbir iştirakçıları, tədbiri hazırlayanlar, çıxış edən uşaqlara da təşəkkürümüzü bildirəcəyik, amma fərqi yoxdur. Bugün belə bir gözəl münasibətlə bizi məktəbimizə dəvət eləmişsiniz. Biz hər bir tədbirdə zəhməti olan, iştirak edəcək uşaqlara həm şəxsi həyatlarında uğurlar arzulayırıq, həm dərslərində uğurlar, nailiyyətlər arzulayırıq və arzu edirik ki, elə həmişə bu məktəb öz yaxşı tədbirləri ilə qonaqların üzünə açıq olsun. Bugün doğrudan da elə bir dövrdə yaşayırıq ki, həyat çox rəngarəng, çox parlaqdır və xüsusilə də gənclərin həyatına nəzər salsaq görək ki, Azərbaycan gəncləri işte dünyanın ən inkişaf etmiş ölkələrində olduğu kimi bu gənclərdən nə öz bilik potensialı ilə, nə həyati maraqları ilə, bacarıqları ilə heç bir ölkənin gənclərindən geridə qalmır. Əksinə, bizim gənclərimiz Azərbaycanda yaxşı təhsil alaraq bugün dünyanın ən aparıcı universitetlərində ölkəmizi təmsil edirlər. Bu təbii ki, bugünkü gündə bizim ölkəmizin inkişaf strategiyasından xəbər verir. Bugünkü gündə gənclərimizə göstərilən, dövlət səviyyəsində göstərilən diqqətdən, qayğıdan xəbər verir və təbii ki, dövlət səviyyəsində, dövlət siyasəti olan belə münasibətin formalaşmasında birbaşa Cənab Prezidentin rolu və xidməti müstəsnadır. Cənab Prezident doğrudan da Azərbaycan gənclərini, Azərbaycan uşaqlarını daim diqqətdə saxlayır. Elə bu səbəbdəndir ki, hər gün Azərbaycanda yeni ölkəmizin istər paytaxtında, istər regionlarda yeni müasir tələblərə cavab verən məktəblər inşa olunur, təmir olunur. Uşaqlar üçün hər gün daha gözəl təhsil alma imkanları yaradılır və uşaqlar da təbii olaraq bu imkanlardan istifadə edərək öz bilik bacarıqlarını, yaradıcı potensiallarını, istedadlarını müxtəlif sahələrdə göstərmə imkanı qazanırlar. Və qeyd edirəm ki, ümumiyyətlə Azərbaycan gənclərinə, uşaqlara olan qayğı yalnız təhsildə yox, həyatın bütün sahələrində özünü göstərir. Və biz bu məqamdan danışanda sözsüz
ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə müstəsna xidmətini vurğulamaq istərdik və həqiqətən də Mehriban xanımın böyük və gərgin əməyi sayəsində və diqqəti sayəsində bugün ölkəmizin bütün rayonlarında uşaqlar üçün, gənclər üçün müxtəlif yaradıcılıq və idman məktəbləri açılır. Yeni imkanlar, şəraitlər yaradılır. Azərbaycanlı uşaqların dünyanın müxtəlif ölkələrində, bilik yarışlarında, beynəlxalq müsabiqələrdə iştirak etməsinə dövlət dəstəyi və qayğısı göstərilir. Bu kiçik məsələ deyil. Biz görürük ki, necə bir keşməkeşli, qarışıq bir dünyada yaşayırıq və bugün millətlər var ki, ölkəsindən, torpağından didərgin salınıb və acınacaqlı, çox çətin bir həyat yaşayırlar. Amma nəzərə alsaq ki, ölkəmiz uzun illərdir ki, ermənilərin işğalı altında olan torpaqlarla ərazilərimiz də var, qaçqın, köçkün qayğılarımız da var. Amma biz buna baxmayaraq sürətlə inkişaf edirik. Ölkəmiz irəli gedir. Dünyanın aparıcı ölkələrinin iqtisadiyyatı, təhsili ilə müqayisə olunacaq səviyyəyə gəlib çatıb. Təbii ki, bunların hamısının arxasında dövlət başçısının çox düşünülmüş müdrik siyasətinin durduğunu görürük. Və təbii ki, bizim də üzərimizə düşən vəzifə var. Məktəb olaraq təhsilin üzərinə düşən vəzifə bugün Azərbaycan gənclərini öz milli adət-ənənələrinə sadiq, eyni zamanda özündə ümumbəşəri dəyərləri daşıya biləcək bir əsl vətəndaşı, yetkin şəxsi formalaşdırmaqdırsa, valideynlərin qarşısında da duran ilkin vəzifə məktəbə öz evladlarına bu mənada dəstək və qayğı göstərməkdir. Sevindirici haldır ki, mən düşünürəm ki, zalın böyük hissəsi valideynlərdir. Bugün valideyn və məktəb bir yerdə çalışır, belə də olmalıdır. Əksinə, bu münasibətlər getdikcə daha da möhkəmlənməlidir, daha da bu münasibətlər yeni müstəviyə keçməlidir. Çünki bugünkü gənclər özlərinə qarşı xüsusi diqqət və qayğı istəyir. Əgər əvvəllər həqiqətən də ailələrdə çox sayılı uşaqlar olardısa və valideynlər o sevgini, qayğını ailədə olan çox uşaqların arasında bölüşdürürdüsə, bugün nəzərə alaq ki, ailələrdə ən yaxşı halda 3-4 uşaq biz görəndə sevinirik ki, bu artıq böyük ailədir. Ailələr əsasən diqqətini, sevgisini bir və ya iki uşağın üzərində cəmləşdirir. Və belə olduğu təqdirdə mən düşünürəm ki, ailənin qayğıları da əvvəlki illərdə olduğu kimi deyil. Bir uşağın təhsili ilə maraqlanmaq, bir uşağın ehtiyaclarını təmin eləmək təbii ki, daha asandır. Amma nəzərə alaq ki, dövrümüzün də tələbləri çox sərt və ağırdır və bu həyatın çətinlikləri ilə mübarizə aparmaq və buna davam gətirmək üçün də güc tələb olunur. Hörmətli valideynlər, mən sizə bu şərəfli valideynlik vəzifələrinizin hər birini uğurla yerinə yetirmək üçün can sağlığı, səbir, iradə arzuluyuram. Əziz uşaqlarımıza nə arzulamaq istərdim? Uşaqlar, gözəl təhsilə sahib olmaq insanın bütün həyatını təmin edilir. Mən düşünürəm ki, bu məktəbdə oxuyan bütün uşaqlar kimi siz də sizə verilən təhsilin hər günündən faydalanacaqsınız. Çünki bu 11 il ərzində nə qazandınız odur. Sonra bu illəri geri qaytarmaq olmur. Ona görə də çalışın ki, məktəbdə sizə verilən hər gün keçilən dərslərdən maksimum dərəcədə yararlana biləsiniz. İnsan nə qədər yaxşı biliyə, mükəmməl biliyə, zamanında biliyə və bacarıqlara yiyələnərsə, öz gələcək həyatını vaxtında təmin eləmiş olar. Və mən düşünürəm ki, bu işdə Ayda xanım, siz bir məktəb rəhbəri kimi əlinizdən gələni necə ki edirsiniz, bundan sonra da etməyə çalışacaqsınız. Sizə və bütün kollektivimizə, şagird, müəllim heyətinə mən can sağlığı arzuluyuram. Qarşıdan gözəl bayramımız gəlir. Sabah ilin sonuncu çərşənbəsidir. Elimizin gözəl adət-ənənəsidir. Bu da xüsusilə də nəzərə alaq ki, biz bu ili cənab prezident multikulturalizm ili elan edib. Bu il çərçivəsində Novruz ənənələrini bütün dünyaya çatdırmaq, eyni zamanda bu ənənələrin ortaq nöqtəsini millətlərin özlərinin müxtəlif dinlərə mənsub olmağına baxmayaraq, eyni mədəniyyətə malik olan millətlərin oxşar cəhətlərini göstərmək üçün çox yaxşı imkan var, Novruz imkanları var. Mən qarşıdan gələn bayramlar münasibəti ilə sizin hər birinizi, əziz qonaqlarımızı ürəkdən təbrik edirəm. İlk növbədə sağlamlıq arzuluyuram. Bundan sonra da həyatınızda
hər şey çox gözəl olsun, firavanlıq olsun, ümumiyyətlə dünyamız çiçəklənsin, insanlar bir-birinə ancaq bacardıqca sevgi, hörmət, qayğı ilə yanaşsın. Əziz uşaqlar, sizə də bugünkü tədbiri yaxşı nümayiş elətdirməkdə cəsarət və əzm arzulayıram. Çox sağ olun. Hörmətli tədbir iştirakçıları, əziz şagirdlər, hər birinizi rayon icra hakimiyyətinin başçısı Razi müəllim adından salamlayıram. Və onu da qeyd etmək istərdim ki, tarixin istənilən anında xalqımızın ictimai-siyasi həyatında müstəsna xidmətləri olan qadınlarımız dövlətçilimizin inkişafında mühüm rol oynamışlar və bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına bir nümunədir. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş miqyaslı fəaliyyət göstərir. Və təbii ki, bu geniş, çox şaxəli, qüddə ediləcək dərəcədə uğurlu fəaliyyətin başlanğıcı müasir və müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan fondun yaradılması olmuşdur. Fondun yaradılmasında əsas məqsəd Ulu Öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının, zəngin irsinin öyrənməsi ilə yanaşı ölkə daxilində və xaricində sosial-iqtisadi və humanitar yardımı dəstəkləmək olmuşdur. Təbii ki, mənə ayrılan bu qısa vaxt ərzində Mehriban xanım Əliyevanın bu geniş, çox şaxəli fəaliyyətin geniş xarakteristikasını vermək çətindir. Mən sadəcə bu fəaliyyətin əsas istiqamətlərindən danışmaq istərdim. Mehriban xanımın fəaliyyətində elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, sosial sahələrlə bağlı layihələr üstünlük təşkil edir və Azərbaycan vətəndaşlarının bərabər təhsil imkanları alması, gənc nəslin biliklərə yiyələnməsi, dünya təhsil sisteminə inteqrasiya Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindəndir. Və təhsilə dəstək, yeniləşən Azərbaycana yeni məktəb, məktəbə qədər təhsil müəssisələrinin inkişafı, uşaq evləri, internat məktəblərinin inkişafı belə layihələrdəndir. Mehriban xanım Əliyeva həmçinin əhalinin sağlamlığının qorunmasında da yaxından iştirak edir. Onun müəyyən etdiyi başlıca vəzifələrdən biri uşaq evləri, internat məktəblərində şəhid, qaçqın, məcburi köçkün, az təminatlı ailələrdə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara köməklik göstərməkdir. Və talisemiyasız həyat naminə, diabetli uşaqlara ən yüksək qarı, bir çox səhiyyə müəssisələrinin yenidən inşası, əsasın təmiri belə layihələrdəndir. Və Mehriban xanım Əliyevanın sosial fəaliyyətinin bir neçə istiqaməti var və mən bunların cəmini, məcmusunu bir sözlə ifadə etmək istərdim: xeyriyyəçilik. Və Mehriban xanım Əliyeva həmçinin ölkəmizdən kənarda, xaricdə də bir çox layihə və proqramlar reallaşdırır və bunlar əsasən 3 istiqamətdə əhatə edir. Azərbaycanın tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və azərbaycanlılarla bağlı tarixi mədəni irsi qorunması, bərpası. Və onu da xüsusilə qeyd etmək istərdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fondun vitse-prezidenti Leyla xanım Əliyevanın da rolu danılmazdır, müstəsnadır. Və 2008-ci ildən başlayaraq Leyla xanımın təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası nəticəsində bugün artıq 8 dövləti parlamenti və Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın ştatı bu qətliamı soyqırım kimi qəbul edir. Və Mehriban xanım Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyəti də 3 istiqamətdə əhatə edir. Azərbaycan mədəniyyətinin tanıdılması, həmçinin ölkə və ölkə uyğularından xaricdə tarixi mədəni abidələrin qorunması, yeni mədəniyyət obyektlərinin inşası, milli mənəvi dəyərlərimizin, mədəni irsin qorunması. Və Mehriban xanım Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətini xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərimizə bağlılıq və dünyəvilik əsas prinsiplərdəndir. Və təbii ki, bütün bunları harmonik şəkildə birləşdirmək, reallaşdırmaq, ictimaiyyətə çatdırmaq çox çətindir. Lakin Mehriban xanım Əliyevanın yorulmaz əməyi, güclü iradəsi, Mehriban xanım güclü iradəsi ilə bu şərəfli missiyanı layiqincə yerinə yetirir. Və o deyir, milli mədəni irs hər birimizin qürur mənbəyimizdir və Azərbaycan tarixinə nəzər salsaq görərik ki, illər ərzində Azərbaycan müxtəlif imperiyaların tərkibində olmuşdur. Lakin bütün bunlara baxmayaraq Azərbaycan öz dilini, milli adət-ənənələrini qoruyub saxlamışdır və biz bugün bunu qoruyub müstəqil bir dövlətə çevrilmişik. Və Ulu Öndərimiz Heydər Əliyev, ölkə başçımız cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva bu üçlü
birləşdirən və davam etdirən məqsədyönlü fəaliyyəti nəticəsində bugün artıq bütün dünya Azərbaycanı nəhəng bir mədəniyyətə malik ölkə kimi tanıyır. Və Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının ən ali dövlət təltifi olan Heydər Əliyev ordeni ilə təltif olunması dövlətimizin layiqli vətəndaş mövqeyinə və mükəmməl peşəkarlığa verdiyi ən yüksək dəyərdir. Və Mehriban xanım Əliyeva bu zəngin fəaliyyəti nəticəsində, bu zəngin fəaliyyəti ilə bütün dünyaya Azərbaycan qadınının nələrə qadir olduğunu bir daha sübut etdi. Və sonda bu tədbirdə iştirak edən hər bir kəsə və bu tədbirin ərsəyə gəlməsində əziyyəti, zəhməti olan hər bir kəsə öz təşəkkürümüzü bildirirəm. Diqqətinizə Mehriban xanımı daha yaxından tanıyan, onun fəaliyyətini öz əsərlərində əks etdirən Hüseyin Bala müəllim. Sağ olun. Biz çox istəyərdik ki, siz bu barədə Çox sağ olun. Hörmətli Məhəbbət xanım, Gülavə xanım, o qədər danışdılar ki, sadəcə olaraq mən bir neçə kəlmə demək istəyirəm. Birinci, çox təşəkkür edirəm ki, belə bir gözəl tədbir, belə bizim gənc qızlarımıza, gənc xanımlarımıza örnək ola biləcək bir tədbir edirik. Mən artıq deyilənləri təkrar eləmək istəmirəm, ancaq mən 15-ci əsrdə bir xanım yaşayıb, Sara xatın. Bu, ilk Azərbaycan dövlətinin, nəhəng Azərbaycan dövlətinin barisi Uzun Həsənin anası Sara xatın olub. Sara xatın Azərbaycan tarixində ilk diplomat qadın olub. Və bütün danışıqları, baxmayaraq oğlu şah olub, Ağqoyunlular dövləti, ilk Azərbaycan dövləti